سخنگویان دولت شریر آمریکا هی تکرار میکنن که ما در کنار مردم ایرانیم. دروغ میگید. اگر در کنار مردم ایران هم باشید برای این است که خنجر زهرآلود خود رو به سینه مردم ایران فرو کنید. Ayətullahül Üzma Hacı Seyyid Əli Xameneyi 1318-ci Hicri Şəmsi ili müqəddəs Məşhəd şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Ayətullah Hacı Seyyid Cavad Məşhədin möhtərəm alim və müctəhidlərindən idi. O uzun illər boyu sübhlər Gövhərşad məscidində, zöhr və şam vaxtlarında isə Bazar məscidində cəmaat namazı qılır və İslamı təbliğ edirdi. Babası Ayətullah Seyyid Hüseyin Xameneyi Nəcəfdə yaşayan Azərbaycan alimlərindən idi. O əvvəllər Təbrizin Xiyaban məhəlləsində yaşayırdı. Sonralar isə Nəcəf-i Əşrəfə səfər edib orada təhsil almağa başlamışdı. Çox zahid, elm və təqva əhli olaraq ömür boyu qənaətlə dolanmışdı. Şəhid ruhani Hacı Şeyx Məhəmməd Xiyabani onun bibisinin əri idi və Təbrizin tabiçiliyində olan Xaminə qəsəbəsində dünyaya gəlmişdi. Lakin Təbrizin məhəlləsində yerləşən Kərim xan məscidində cəmaata imam olduğuna görə Xiyabani adı ilə məşhur oldu. O, məşrutə dövrünün məşhur və mübariz ruhanilərindən idi. Məşrutənin sarsılmaz mübarizi və mərhum Xiyabaninin müasiri olan mərhum Hacı Məhəmməd Baqir Badamçının yazdığına görə, o öz yoldaşlarına nisbətən çox təqvalı, zahid və fiqhdə bilikli idi. Şeyx Məhəmməd Xiyabani Təbrizdəki Milli Şura Məclisinə nümayəndə seçildikdə mövcud olan əyriliklərə qarşı qiyam etdi və Təbrizdə də şəhid oldu. Anası Məşhədin məşhur alimlərindən olan Seyyid Haşim Nəcəfəbadinin qızı idi. Onun uşaqlıq dövrü çox ciddi, lakin mehriban atasının və sevimli anasının tərbiyəsi altında son dərəcədə yoxsulluq və çətinliklə keçmişdir. Həzrəti Ayətullah Xameneyi özü bu barədə deyir: "Uşaqlıq çağlarım müharibə dövrünə düşdüyünə görə çox çətinliklə keçmişdir." Məşhədin müharibə zonasından uzaqda yerləşməsinə və başqa şəhərlərə nisbətən oradakı ucuzluq və bolluğa baxmayaraq, bizim ailəmizin güzaranı o qədər də yaxşı deyildi. Həmişə buğda çörəyi yeyə bilmirdik. Bəzən arpa çörəyi, bəzən isə arpa və buğdanın qarışığından hazırlanmış çörək yeyərdik. Yadımdadır. Bəzi uşaqlıq gecələrində şama bir şey tapmadıqda, anam nənəmin mənə və ya bacı qardaşlarıma verdiyi çox az pulla biraz kişmiş və ya süd alırdı ki, biz çörəklə yeyək.
Anadan olduğum 60-70 metrlik ev Məşhədin kasıb bir məhəlləsində yerləşirdi. Bir otaq və bir qaranlıq zirzəmidən ibarət idi. Atam qonaqları gəldikdə, atam ruhani olduğuna görə ona müraciət edənlər çox olardı. Biz hamımız qonaqlar gedənə qədər zirzəmiyə yığılardıq. Buna görə də atama hörmət edən şəxslərdən bəziləri yaxınlıqdakı torpaqlardan kiçik bir yer alıb evimizə əlavə etdilər və otaqlarımızın sayı 3 oldu. Geyim vəziyyətimiz də o cür idi. Anam atamın köhnə paltarlarını kəsib doğrayaraq bizim üçün çox təəccüblü və gülməli çıxan bir şey düzəldərdi. Nə qəba demək olardı, nə də ki ləbbadə. Dizlərimizə qədər gəlib çatan və çox vaxt neçə yerdən yamağı olan uzun bir şey. Əlbəttə bunu deməliyəm ki, atamız da paltarlarını tez-tez təzələməzdi. Məsələn, bir ləbbadəsi var idi ki, 40 ilə yaxın onu geyinmişdi. O, 4-5 yaşında ikən böyük qardaşı Seyyid Məhəmməd ilə Quran öyrənmək üçün məktəbə gedir. Bir müddətdən sonra hər ikisini ibtidai İslam mədrəsəsinə göndərirlər. Bu cür mədrəsələr də xanlıq dövründən sonra dindar adamlar tərəfindən təsis olunmuşdu. Orada şagirdin dini tərbiyəsinə daha çox əhəmiyyət verilirdi. Diplom və sair sənədləri yox idi. Bu mədrəsədə məktəbin adi dərslərindən əlavə Quran qiraəti, Hilyətül Müttəqin, Hesab-ı Siyaq və Hesab-ı Sibyan da tədris olunurdu. Həzrəti Ayətullah Xameneyi bu mədrəsənin 6-cı sinfini qurtardıqdan sonra atasından gizli olaraq oranın təsdiqini alır. Qalan 6 illik təhsilini gecə məktəbinə gedərək çox sürətlə 2 il müddətində oxuyur və atestat alır. İslam elmlərinə gəldikdə isə elə həmin mədrəsədə ərəb dilini öyrənməklə başlayır. Əmsilənin şərhini ona anası, sərfmir və təsrifi isə atası öyrədir. Əvamili və nümuzəci mədrəsədəki müəllimlərin yanında oxuyur. Ondan sonra Süleyman xan adlı dini elmlər mədrəsəsinə gedərək Səmədiyyə, Süyuti və Muğninin bir hissəsini oxuyur. Şəraye kitabını oxumaq üçün atasının dərslərinə gedir. Həc bəhsinə çatdıqda atası ona lümə və həc bölümündə iştirak etməyi məsləhət görür. Süleyman xan mədrəsəsindən sonra Nəvvab adlı dini mədrəsəyə daxil olur və səthi qurtarır. Sonra isə mərhum Ayətullahül Üzma Milaninin xaric dərslərində iştirak edir. Ayətullah Xameneyi bütün bu müvəffəqiyyətlərini atasının zəhmətləri sayəsində bilir və deyir: bu nurlu və ruhani yolu seçməyə əsl səbəb atam olmuşdur. Əlbəttə, anam da məni bu işə təşviq edirdi. Mən tələbəlik dərslərini oxumağa başladıqda atamla çoxlu yaş fərqimiz var idi. 45 il. Ondan əlavə atamın elmi səviyyəsi də çox yüksək idi. Müctəhid idi. Böyük alimlər tərbiyə etmişdi. Bütün bu məqamları ilə bərabər mənim ibtidai dərsləri onun yanında oxumağım yaxşı olmazdı. Heç hövsələsi də çatmazdı. Amma bütün bunlarla birgə bizim tərbiyəmizdə olan çox böyük əlaqə və marağına görə həm böyük qardaşıma, həm də mənə və həm də sonralar kiçik qardaşıma dərs verərdi. Atamın bütün qardaşlarımın ən çox mənim boynumda haqqı vardır. Əgər o olmasaydı, mən fiqh və üsul dərslərində böyük müvəffəqiyyətlərə nail olmazdım. Əlbəttə, Qum şəhərinə getməzdən əvvəl atamın yanında dərs oxumağımdan əlavə Məşhəd hövzəsinin ümumi dərslərində də iştirak edərdim. Və yayda dərslərimiz tətil olanda atam mənə əlavə dərslər deyərdi. Elə buna görə idi ki, mən yalnız hövzə dərsləri oxuyan şəxslərin əksinə olaraq geri qalmadım. Və 26 yaşımda ikən bütün səth dərslərini qurtararaq xaric dərslərinə başladım. Hövzə dərsləri
Məhərrəm, Səfər, Ramazan ayları və yayın bir hissəsində tətil olurdu. Ayətullah Xameneyi sonra buyurur: Mən dərs deməyə rəsmi tələbəliyimin əvvəllərindən başladım. 1337-ci ilə kimi sərf, nəv, məani, bəyan, üsul və fiqh dərsləri dedim. Qumda da olarkən dərs oxumaqla bərabər tədris də edərdim. 1336-cı ildə ziyarət məqsədi ilə Nəcəfə getdim. Oranın istiqanlı hövzəsi məni qalmağa təşviq edirdi. Ona görə də mən Nəcəfdə dərs oxumağı qərarı aldım. Lakin atam mənim orada qalmağımla razılaşmadı və mən az bir müddətdən sonra Məşhədə qayıtdım. 1337-ci ildə atamın icazəsi ilə Quma getdim və 1343-cü ilə kimi orada qaldım. Həmin ildə atamın gözləri tutulduğuna görə yenidən Məşhədə qayıtdım. Məşhəddə tədris mənim daimi və mühüm işlərimdən biri idi. Mən bu illər ərzində 1356-cı ilə kimi ali səthləri, məqasid, kifayə, təfsir və əqaid dərslərini tədris edərdim.